Şuşada meydan düzündəyəm. Uşaq vaxtı elədiyimiz bir məqamı sizə göstərmək istəyirəm. Deməli, meşədə gəzəndə özümüzlə götürdüyümüz qatığı, bax belə bir ağacı təmizləyirdik, çöpü. Çörəklərdən tikələr kəsib çöpün üzərinə taxıb qatığımızı belə yeyirdik. Bu əvəz edilməz dad və bir qaydadır. İndi də 33 ildən sonra Xocalı ərazilərində yenə o keçmişdə yaşadığımız hissi yaşadıq.